Salam əziz və dəyərli insanlar. Bu sabah gələn fikirlərimlə bölüşmək istəyirəm sizinlə. Bu heyvansevərlik və ət məhsullarından qidalanmaq haqqındadır. İlk öncə bildirmək istəyirəm ki, artıq 6 ildən çoxdur ki, heç bir ət məhsullarından qidalanmıram. Vaxtı ikən sağlamlıqla bağlı narahatlıqlarım olduğu buna səbəb olubdu. Daha sonra naturopatiya kitabları, biokimiya kursları, anatomiya, fiziologiyanı araşdırmağım buna kömək edibdi və həmçinin də bu məsələnin mənəvi tərəfi, etik tərəfi həmçinin də bir bərkitmə kimi olubdu. Bu illər ərzində başa düşmədiyim bir dənə bir şey var. Yəni mən anlayıram ki, indi hər şey və hər kəs öz yerindədir. Yaradıcı bunu bu sistemi elə qurubdur ki, yəni onunla bağlı heç bir narazılığım yoxdur. Sadəcə başa düşmədiyim bir şey var, əsasən. Necə insan özünü heyvansevər adlandıra bilər, amma bir növ heyvanlara dəstək göstərir. Başqa bir növ heyvanların hansısa bir hissələrini, orqanlarını falan, başını, ayağını, hansısa başqa bir yerini alır və öz qidasında istifadə edir. Mən bunu tam olaraq anlaya bilmirəm də, bu necə heyvansevərlik olur? Mən burada dürüstlük, şəffaflıq görmürəm. Mən burada sadəcə ikiyüzlülük görürəm və bilimsizlik görürəm. Ona görə də bu mövzunu açıq eləmək istəyirəm ki, bəlkə siz mənə bunu izah eləyəsiniz. Bir dənə bir cavab gəlir, adətən eşitdiyim icazəlidir deyilən bir şey ki, bunlar icazəlidir yeməkdə istifadə etmək, bunlar isə yox. Bunlar icazəli deyil deyə sənin onlara sevgin yaranıbdır. Yoxsa bunlara icazə verilmir deyə yeməyə ona görə səndə sevgi yaranıbdır onlara qarşı. Yoxsa icazəli olsaydılar sevməzdin. Yoxsa bu içdən gələn bir duyğudur, hissdir. O zaman nədən bu içdən gələn duyğu və hiss bu bir tərəfə olmur? Çünki bu da heyvandır, bu da heyvandır. Bunun da 2 gözü var, bunun da 2 gözü var, bunun da 4 ayağı var, bunun da 4 ayağı var. Bu da canlıdır, bu da canlıdır. Bu necə mümkündür? Necə bu ayrı seçkilikdir? Bu necə heyvansevərlikdir axı? Yəni, dürüst ol, denən ki, mən ancaq itlə pişiyi sevirəm, məsələn. Və yaxud da yabani heyvanlarını izləməyi sevirəm. Gedirəm zooparkda, özümdən çıxıram belə. İtlə pişiyi görəndə, pişiyi, evimdə saxlayıram, bəsləyirəm. Mənim dostumdur, bəzi heyvanlardan daha yaxşıdır, kimi adlandırıram. Digərlərinə necə? Niyə eyni duyğuları məhləndə saxladığın toyuğa bəsləmirsən, məsəl üçün? Yəni, gicdir ona görə, qanmır ona görə. Və yaxud da necə ola bilər bu? İcazəlidir deyirsən, yaxşı, okey, sənə deyəndə ki, kola zərərlidir, eyni cavabı verə bilərsən da. İcazəlidir, ona görə içirəm. Yəni, nə qədər zərərli olsa da, yəni nə qədər dünyaya zərər gətirsə də, ona görə içirəm mən bunu prosto. Yəni, çünki bu haqda heç nə yazılmayıbdır müqəddəs kitabda. Və yaxud da siqaret çəkmək haqqında deyiləndə həmçinin icazəlidir deyərək cavab vermək olar. Bu haqda heç nə yazılmayıbdır müqəddəs kitabda. Amma halbuki dərindən araşdırsan, mən əminəm ki, orada bədənə zərər törətməklə bağlı, mütləqi şəkildə bunun günah olması ilə bağlı nəsə qeyd edilibdir. Sadəcə mən indi daskanan ilə gətirə bilməyəcəm, üzrlü sayın, o qədər bilikli deyiləm. Yəni, demək istədiyim odur ki, icazəlidir bəhanəsini gətirmək lazım deyil. Əgər mən görürəmsə ki, bu zərər törədir, əgər mən görürəmsə ki, bu zorakılıqdır, əgər görürəmsə ki və hiss edirəm ki, orada ağrı var, o kimisə incidir, ölümlə bağlıdır, mən başa düşməliyəm ki, bu günahdır. Mən başa düşməliyəm ki, yəni bu zərər törədir, zərərlidir. Bu olmaz, bu icazəli deyil. Mənə şuur verilibdir, mənə gözlər verilibdir, mənə duyğular verilibdir, hissiyyat, hiss eləyirəm mən nə isə, görürəm mən, başa düşə bilirəm ki, bu nədir, necədir. Qısası, əzizlərim, hər kəsin öz işidir, kim nə ilə qidalanır. Hər kəs özü bilər, yəni heç bir müdaxiləm yoxdur bununla bağlı, bu dünyanın quruluşu ilə bağlı, burada hər şeyin və hər kəsin öz yerində olduğundan, bu nə vaxtsa bizim əcdadlarımıza ehtiyac olubdur sağ qalmaq üçün. İndi isə bir kütləvi industriyaya çevrilibdir, harda biriləri başqalarının qidası olur. Mən
buna qarşı heç bir etirazım yoxdur. Bu varsa, demək bu belə də olmalıdır. Sadəcə bu mənim seçimim deyil və mən dürüstlüyü xoşlayıram, ikiyüzlülüyü xoşlamıram. İstəyirəm bu mövzunu belə qaldıram. İstəyirəm ki, yəni insanlar düşünsünlər bu haqqda və doğru bilmədiyim bir şey haqqında danışmağı doğru bilirəm. Belə. Ümid edirəm bu video doğru zamanda, doğru ünvanlara çatacaq və düşünməyə vadar eləyəcək. Hər bir halda bu niyyətlə çəkilibdir. Öz fikirlərinizi yaza bilərsiniz rəylərdə. Bəlkə indiyənə qədər düşünmədiyim bir tərəf də var bununla bağlı. Hər bir halda maraqlı olacaq. Adekvat sualları da böyük məmnuniyyətlə cavablayaram. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın. Özünüzə.